Mən Türk vətəndaşı olmuş olsam, başıma gələcəkləri sizə anlatın. Biz heç vaxt dönüb Amerikalı olmayacağıq. Uran indi keçəcək sizə rap dərsi və indi mənə qulaq asacaq BBC. Azərbaycanlı kimliyi ilə Kanada vətəndaşlığı arasında belə bir ziddiyyət yox. Tənqid olunacağımı mənə qarşı. Bir dəqiqə, bəlkə bunlar nəsə düz deyirlər. Məsələn, biz vəsə səhv başa düşmüşük bəlkə. Azərbaycan mənim baxsız anam, oy. Bizdə adamı dəli edirlər, misal. Azərbaycan ürəyimdə çox mərkəzi bir yerdədir və onun yerini başqa heç nə əvəz edə bilməz. Sənin orada nə işin var?